hörməti ilə yaşayan məğrur əməkçi insanlar vüqarlı əxlaqi keyfiyyətləri ilə şah və hakimlərdən yüksəkdə dururdular. Bu nəsihətləri daha da aydınlaşdırmaq üçün şair Kərpiçəsən kimi dastan hekayəsini yaratmışdır. Şam şəhəri tərəfdə qoca bir kişi vardı. Uzaqlaşıb bəşərdən mələk kimi yaşardı. Toxuyardı özünə oxdan, əncərdən, köynək, dolanardı minnətsiz, hər gün kərpiç kəsərək. Onun kərpiçlərindən içilsəydi kim məzar, sanardı rahat yatar, olsa belə günahkar. Bir gün yenə o qoca əlləşərkən palçıqda, saman ilə, su ilə çıxdı böyürdən gəfil, gözəl bir dəliqanlı. Xitab etdi qocaya, biri ahlı, amalı. Bu nə işdir, görürsən? Bu nə düşkünlük qoca? Yalnız qulular, kölələr, dözər zillətə bunca. Qalx ayağa torpağa, qılınc vurma bu qədər. Bir qarınlıq çörəyi səndən kim əsirgəyər? Ahirət dünyasını qazanmağa çalış sən. Salma özünü həkdən, əl çək, bu da kəsəkdən. Qocasan qocalarla, sən oturub dur ancaq. Cavanların işini, cavanlar görsün bura, qoca dedi. Ay oğlum, sən qanlıq etmə, öz işinlə şuğlar, mənə ağıl öyrətmə. Hər sənətin sahibi, sənəti ilə yaşayar, qoca kərpiç elələr, yük daşıyar. Əziyyətim olsa da, öyrənmişəm bu sənəti ki, boynumda qalmasın bir kimsənin niyyəti. Xəzinə yığmıram, məqsədiyə qoyulur, əlimin zəhməti ilə dolanıram ay oğlum. Çörək qazanıram mən, götürmə babamı, min haramı dəyişmə, bir günlük halalımı. Alovlandı gözəl gənc qocanın sözlərindən. Gedəndə gizdir, yaş axdı gözlərindən. Yetər dünya qapısı, çox döydün ey nizami, indi dil qapısını döy, çatıb daha məqamı.